الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. فمن نکث فانما ینکث علی نفسه. Ayet 10 Fəth surəsində. Ayənin ortasından qalmışdıq. Vaxtı möminlər Hüdeybiyyə məntəqəsində Peyğəmbərlə beyət elədilər. Bu beyət təkid idi. İnsan ki iman gətirir, Allaha, Rəsuluna öhdəsinədir, Allah və Rəsulunun itaətində olsun. Bu beyət bir növ ümumi elan idi, bir növ bildiriş idi, xəbərdarlıq idi ki, biz bu vəziyyətdə Peyğəmbəri tək buraxmayacağıq. Bir növ düşmənlərin qəlbində qorxu salmaq idi, xəbərdarlıq vermək idi və möminlərə də ruh bağışlamaq idi, ruhiyyə bağışlamaq idi. Öz himayələrini Peyğəmbərdən elan eləmək idi, bildirmək idi. Gəldilər Peyğəmbərlə beyət elədilər. Allah-u Teala da bu beyəti belənçi izah eləyir. Buyurur ki, kim Peyğəmbərlə beyət edibdi? Allahla beyət edibdi. Allahın əlidir onların əlinin üstündə. O əlinlə ki beyət elədir, o Allahın əlidir. Bu təmsil Peyğəmbərin mənəvi məqamını göstərir ki, Peyğəmbərin əli yadullahdır. Davamında buyurur ki, fəmən nəkəsə, kim beyəti sındıra, peymanı əməl eləmirə, o fəinnəmə yənkusu əla nəfsi. Bu, öz əleyhinə, öz zərərinə iş görübdür, peymanı sındırıbdır. Çünki qabaq cümlədə buyurdu, kim Peyğəmbərlə beyət edib, Allahla beyət edibdir? Pəs Allahla tərəf oxu. Allah da qəniyyun anil aləmin. Allah nə bizim ibadətimizə ehtiyacı var, nə biz Allaha ibadət edəsək, Allah güclənər, nə ibadətdən uzaq qalsaq, Allah zəifləyər. Allahu səməd. Allah doludur. Allahı nə mənim ibadətim gücləndirər, nə ibadətimi tərk eləmək zəifləndirir. Allahla beyət məni Allaha yaxınladar. Allahla beyəti sındırmaq məni Allahdan uzaqladar və məhrum eləyər o neymətləri ki, insan Allaha yaxınlaşsa, o neymətlərdən bəhrələnər. Ona görə insan beyəti sındırsa Rəsulullahla, çün qabaq cümlədə buyurdu, Allahla beyət mənasındadır, Allahla beyəti sındırıbdır. Və Allaha da zərəri yoxdur ki, özünə insan zərəri var. Fəinnəmə yənkusu əla nəfsi. Ümumiyyətlə, insan Allahın sözündən çıxsa, özünə ziyan vurur, Allaha yox. Özünə zülm eləyir, Allaha yox. Düzdür, bir baxımdan üçün Allahın sözündən çıxır, Allaha zülm mənası daşıyır. Allahın maulalığını imtina eləyir, Allahın vəliliğindən imtina eləyir, Allahın qəyyumluğundan imtina eləyir, Rəbbiliğindən imtina eləyir. O imtina mənasında zülmü baş verir. Amma bu zülmün həqiqəti və mahiyyəti insan özünü inkişafdan, rüşdüdən saxlamaqdır. Bu zülmün həqiqəti insan fidan dərəcəsində qalmaqdır. Addımlarını yuxarıya atmamaqdır. Dayanmaq və getməmək Allah tərəfinə insan özünə ziyan vurur. Çünki Allah vəlilik və Rəbbiliyinə görə insana proqram veribdir. O proqram nə
bu xatirədir ki, Allahın ehtiyacı var o proqrama. Allahu Səməd. Allah qənidir. O ki, proqrama ehtiyacı var, bəşərdir. Ya eyyuhən nas, entumul fuqara ilallah, vallahu huvel ganiyyul hamid. İnsanların hamısını Allah xitab edir. Siz həmişə Allaha fəqirsiniz. Siz varlığınız bağlıdır mənə, həyatınız bağlıdır mənə, həyatınızda olan güclər bağlıdır mənə. Hər anda bağlıdır mənə. Nəinki əvvəli bağlıdır mənə, sonra azadsız. Hər an mənə bağlısınız. Mən bu aləmin qəyyumiyəm. Mən bu aləmin vəlisiyəm. Allah-u Teala'nın bəşərin əlaqəsi bir məsəl vursuq, eyni halda ki, ayrı cəhətlərdən naqis məsəldir, günəş və şua məsəlidir. Şua ilə günəşin əlaqəsi qırılsa, şuayı qalmaz. Nəinci qalar, naqis qalar? Yoxdur, yox olar. Bəzən iki dənə varlıq var, bir üçüncü bunları bağlandırıbdır, əlaqələndiribdir. Bu əlaqə qırılsa, bu ikisi var. Maşının təkəri, ikisi də qalar. O ortada o əlaqə, o dəmir qırılsa. Amma bəzi əlaqələr var, belə deyil. İkinci tərəf, həm ikinci tərəfdir, həm bağlayıcıdır, o dəmirdir. Şua və günəş öcürdür. Şua həm ikinci tərəfdir, həm eyni bağlamaqdır. Belə deyək ki, burada üç şey olsun, iki tərəf, ortada da bir. Onu da deyir, sizinlə Allahın əlaqəsi belədir. Aləm ilə Allahın əlaqəsi belədir. Ona görə Allah bir an iradəsi başqa cür olsa, aləm olmaz. Siz olmazsınız, həyatınız olmaz, varlığınız olmaz. Buyurur, sən Allaha yaxınlaşmasın, Allahın proqramı ilə yaşanmasın, özüvə ziyanı var, nə Allaha? Din, yəni Allahın insana verdiği yaşamaq proqramı. Allah insana ki, yaşamaq proqramı veribdir. Namaz qıl, oruç tut, filan xörək ye, filan xörək olmaz, filan iş olmaz, filan iş olar. Bunlar hamısı nə Allah istəyir, ehtiyacı var bu forma yaşayışa insanın. İnsanın ehtiyaclarına uygun, inkişafına uygun, çünkü Allah insana Rabbidir, çünkü Allah insana vəlidir, bu proqramı veribdir. Bəs bu proqram məni fidandan şəcərəyə tuba eləyir. Allah mənə hamıdan yaxındır, yəni məni hamıdan çox tanıyır, məni hamıdan çox sevir. Bu tanımaq, o sevmək səbəbdir bu proqramı mənə versin, mən inkişaf edeyim. Mən Allahdan uzaqlaşsam, bu proqramdan uzaqlaşmışam. Bəs beyəti ki, insan Resulullahla sındırır, çün bu beyət Peyğəmbərin Allahın beyətidir, Allahla beyəti sındırır. İnsan Allahdan da uzaqlaşsa, özünə ziyan vurubdur. Və mən əvfə bimə ahəd əleyhullah. Kim əksinə Allahın sistemində iki model mükafat və cəza var. Və real tərbiyyət də budur. Kim yaxın gəlsə, mükafatlanar, kim uzaq gəlsə, cəzalanar. İndi mükafat və cəza da insanın əməllərində, insanın əməlinin özünün batinidir. İnsan belə der ki, bir əməli görür, Allah xaricdən onu cəzalandırır. Əməli ki, insan görür, o əməlin batini bəzən oddur, batini bəzən zəhərdir. Batini bəzən qəlbin çirtliğidir, ruhun istedadlarının yandırmağıdır. Buyurur, kim vəfa eləyə bimə ahəd əleyhullah, ona ki, Allah o üzərində onunla, o şəxsinlə peyman bağlayıbdır, yəni beyətində qala, əhd-ü peymanında qala Allahla, fəyutihə əcrən əzimə. Allah ona böyük əcr verəcəkdir. Qur'anın bəşərlə danışığı rəhmət danışığıdır. Əcr sözü o vaxtdır ki, sən birinə bir iş görəsən,
zəhmət haqqı sənə verəm. Onlar deyirlər əcr. Bəşər hər nə iş görür, salih əməlləri, xeyr işləri özünədir. Xeyr Allaha deyil, özünədir. Amma yenə Allah öz rəufluğundan, öz mehribançılığından deyir, elə bir mənə gördün. Namaz insan qılır, ruh yüksəlir. Namaz insan qılır, Allah zikri qəlbində gəlir və sakitlik yaranır. Namaz insan qılır, böyük bir ruh və mənəviyyət bərəkətləri bəşərə gəlir. Oruç tutur, öcür. Zakat verir, öcür. Ayrı xeyr əməllər eləyir, öcür. Hər nə əməl eləyir insan xeyr əməl özünündür. Amma eyni halda Allah deyir, elə bir mənə gördün. Elə bir sən mənim işçimsən, bu işləri mənə gördün, mənə bir xeyr oldu, elə bir nəfər gedib başqasının evində ev tikibdi, fəhləlıq eləyibdi, bənnalıq eləyibdi, memarlıq eləyib, deyəcək, bu da sənin əcrin. Əcr termini Allahın insana şərəf verməsidir. Əcr termini insanın işlərini güya Allaha xeyri var, nəzər almaqdır və insana əcr verməkdir. Almaq da bu intihaydır. Quran deyir, İnnəllaha iştəra. Mən sizin canlarınızı alıram, mallarınızı alıram, mənə satırsınız. Mən də qiymətini verirəm. Mənim canım Allahındır, mənim malım Allahındır. Allah alır nə deməkdir? Allah öz malını məndən alır, öz lillahi mulkus səmavı. Amma yine Allah insanı şərəfləndirmək üçün, insanı şovqlandırmaq üçün ki, İnsan xeyr əməlin dalınca olsun, salih əməlin dalınca olsun, deyir, mən alıram, bu da sənə qiyməti. Əcr, səmən, qiymət. Və bu terminlər hamısı insana Allahın verdiği şərafətdir, insana Allahın verdiği rəhmətdir, bərəkətdir. Eyni halda ki, biz Allaha heç iş görmürük, biz özümüzə iş görürük. İnsan Allah yolunda da addım atsa özünü inkişaflandırır. Allah yolunda qədəm atsa da özü kamilləşir. Pəs buyurur, fəsəyutihə əcrən əzimə. Allah sizə böyük əcr əta eləyəcək əgər əhd-i peymana qalsınız. Hüdeybiyyə sülhünün müxtəlif cəhətləri var idi. Bir cəhət o 1400 nəfər idi ki, Peyğəmbərlə getdilər ta Hüdeybiyyəcan. Bunlar eyni halda ki, təhlillər bu idi ki, bunlar sağlam qeytməzlər, bunların canları təhlükədədir, ölərlər, gələrlər, daha həyatla gəlməzlər Mədiniyə. Bunlar Peyğəmbərə təslim olaraq, Peyğəmbərə tabi olaraq getdilər. Hətta orada da bir böyük bir rəşadət yaratdılar. Beyət elədilər Peyğəmbərlə yenidən. Yine göstərdilər ki, ha vaxtacan Peyğəmbərlə vardılar. Bu bir qrup. Bir qrup da müşriklərdir, Məkkəlilərdir. Bunlar da Quran təhlil elədi, rob yarandı bilələrində, qorxu yarandı bilələrində. Allah-u Teala bunlarda qəlblərində bir zatda yaratdı ki, bunlar özləri təklif elədilər Peyğəmbərlə sülh eləsinlər. Ki Allah-u Teala vurur, inna fətəhna. Üçüncü qrupda Mədinədə onlardır ki, Peyğəmbərlə gəlmədilər, qaldılar. Eyni halda ki, Peyğəmbər təklif eləmişdi, Mədinədə elam eləmişdi. Bunlar öz təhlillərinə görə ki, ölərlər, bu təhlükədir, gəlmədilər. Bunlara Quran deyir, müxəlləfun. Bu ayə, 11-ci ayə, bunların barəsində başlayır söhbət eləməyə. Quran tamam insanlar istəyir, hadisələrdə hidayət eləsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.